بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء وسيد المرسلين نبينا وحبيبنا محمد صلى الله عليه وعلى آله وصحبه ومن سار على نهجه إلى يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي اللهم علمنا بما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما أما بعد. Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Muhterem kardeşler, Allah'a hamd olsun, Rabbimize şükürler olsun. Bizleri bu güzel ayda, Ramazan ayında güzel bir mecliste cem edip, iftar meclisinde cem edip, Allah Subhanahu ve Teala her birimizi bağışlasın, her birimize rahmet etsin. Həqiqətən Ramazan ayı sürətlə irəliləyir. Artıq Ramazanın birinci onluğu tamamlanmaq üzrədir. Vallahi ömür də belədir, möhtərəm qardaşlar. Ömür də sürətlə irəlilədiyi kimi Ramazan ayı da baxırıq ki bir göz qırpımına gedir. Yəni sürətlə irəliləyir. Artıq insan bundan dərs götürməlidir ki, həyat həqiqətən də fanidir, boşdur və insan axirəti üçün çalışmalıdır. Axirəti üçün acıqə yığmalıdır. Və Ramazan ayı bir daha bizlərə onu öyrədir. Öyrədir ki, hazırlaş deyə, axirət üçün hazırlaş. Rəbbinin görüşünə hazırlaş və insanın nəfsini hesaba çəkmək üçün ən gözəl mədrəsədir Ramazan ayı. Ramazan ayı bizlərə çox şeylər öyrədir. Ramazan ayı başından sonuna qədər bizlərə dərs verir. İlk öncə oruç tutmaqla. Oruç tutmaq bizlərə Allah Subhanahu ve Teala'ya olan ibadətimizi necə etməliyik və nəfsimizi necə qorumalıyıq, necə səbr etməliyik, onları öyrədir. Və Ramazan ayı bir çox alimlər də onu səbr ayı adlandırırlar. Bəzi rəvayətlərdə gəlir ki, Ramazan ayı səbr ayıdır. Çünki tək yeyib içməyə yox, bütün əməllərə, çirkin əməllərə, pis əməllərə, pis günahlara, hər bir şeyə səbri öyrədir bizlərə, möhtərəm qardaşlar. Və səbir də demək olar ki, dinimizdə ən vacib olan, ən lazım olan əməllərdən birisidir. Bir gün bir kişi Allah Resulü sallallahu aleyhi ve sellemin yanına gəlir və deyir ki, ey Allahın Resulü, mənə elə bir tövsiyə et ki, dünyada çətinliyim olmasın, rahat yaşayayım dünyada. Və dinimi gözəl yaşayayım. Allah Resulü sallallahu aleyhi ve sellem ona buyurur ki, la təğdab, qəzəblənmə. Və o kişi deyir ki, ey Allahın Resulü, başqa bir tövsiyə də ver. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, la təğdab, qəzəblənmə. O kişi yenə tövsiyə istəyir. Deyir, ey Allahın Resulü, daha bir tövsiyə istəyirəm. Allah Resulü sallallahu aleyhi ve sellem üçüncü dəfə yenə deyir ki, la təğdab, qəzəblənmə. Yəni, qəzəblənmək insana hər bir halda baş verə bilir. Bəzən insanın həyatda çətin durumları olur. Bəzən insan gözləmədən müəyyən hadisələr baş verir və onlar o müsibətlərlə, o sıxıntılarla baş-başa qaldığı zaman bəzən insan qəzəblənir, bəzən özündən çıxır. Dinimiz bizlərə səbri öyrədir. Səbir dinimizdə ən gözəl, ən faydalı, ən xeyirli əməllərdən birisidir. Və səbrin də əksi nədir, möhtərəm qardaşlar? Qəzəb. Əgər insan səbir etməzsə, mütləq qəzəblənər, özündən çıxar.
və qəzəb də artıq insanın həyatını alt-üst edir. İnsanın həyatını məhv edir. Bəzən 10 saniyə, 20 saniyəlik qəzəb insanı bəzən 20 illik, 30 illik məhbus edir. Düşünün, nə qədər böyük fəsadı var. Ancaq Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, bəlanın, çətinliyin ilk anında səbr etməyi bizlərə öyrədir. Necə ki, bir gün Allah Resulü sallallahu aleyhi və səlləm bir qəbirstanlığın yanından keçərkən görür ki, bir qadın vay-şüvən qoparır. Və deyir, filan kəs, səbr et. Allahın qəza və qədərinə səbr et. O qadın özündən çıxır, deyir ki, mənim üzərimə gələn müsibətlər sənə gəlsəydi, sən də belə olardın. Bilmir Allah Resulü olduğunu. Və Allah Resulü yoluna davam edir. Sonra o insan ona tövsiyə edənin Allah Resulü olduğunu bilir, öyrənir və gedir Allah Resulünün yanına. Deyir ki, Allahın Resulü, mən səbr etdim, tövbə edirəm. Allah Resulü sallallahu aleyhi və səlləm ona gözəl bir tövsiyə edir. Deyir ki, Əs-sabru fi sadmətil ulə. Deyir, səbir bəlanın ilk anında olur. Sonradan olan səbirin savabı olmur. İnsan artıq özünə gəldikdən sonra, insan artıq həyatda baş verən hadisələrin sakitləşdiyi bir və axarına düşdükdən sonra sakitləşməyi o səbir sayılmır. Səbir o çətinliyin ilk anında olan səbirdir. Və Allah Resulü də burada tövsiyə edir ki, Əs-sabru fi sadmətil ulə. Səbir çətinliyin ilk anında olur. Əgər o məqamında onu qazana bilsən, qazandın. Düzdür, çətindir. Həqiqətən də çətindir. Bəzən kimsə sənin üzərinə görürsən, xoşa gəlməz sözlər deyir və sənə xoşa gəlməz rəftar edir səndən. Bir çox insanlar ona dözmür, səbir etmir. Ancaq Rəbbimiz Quran-ı Kərimdə buyurur: وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا. Möminləri vəsf edərkən deyir ki, onlara cahillər xitab edərsə, möminlər nə deyər? قَالُوا سَلَامًا. Sizə salam olsun. Onlara pis söz dedikdə, xoşa gəlməz söz dedikdə, cahillər və deyər ki, sənə salam olsun. Və xüsusən də orucda olarkən, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, sizdən biriniz yevmu savmi əhədikum, sizdən birinizin oruc olduğu gün, oruc olduğunuz vaxt kimsə sizə pis söz deyərsə, sizi incidərsə, sizi küfrə, pis sözə təşviq edərsə, deyin ki, inni imruun saim, mən orucluyam. Bu sözdən kifayətlənin, artıq ləfz işlətməyin. Əks halda orucun savabından məhrum olarsan. Qazandığın əcirlərdən məhrum olarsan. Əgər o sözü deyə bilsən, şeytan səndən həmən əl çəkir. Əgər yox, sən də onun dediklərinə qarşı 2 qat deyərsən və onu üzərinə gedərsən, vallahi şeytan artıq burada qələbə çalır. Və nə edir? Və başlayır səni daha da qızışdırır, daha da coşdurur və istəyir ki, düşmənçilik yaratsın və hətta böyük fəsadlara gətirib çıxarsın. Ona görə dinimiz bizlərə öyrədir ki, Allah Subhanahu wa Ta'ala bizlərə nə buyurdu? Deyin, salam olsun. Ondan sonra Allah Resulü nə buyurdu? Deyin, mən orucluyam. O sözdən kifayətdən, nəfsinə uyma. Bəli, nəfs bəzən onu əzilmək sayır nəfsinə. Yəni, özünə sığışdıra bilmir. Ancaq Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mən təvada'a lillahi rafa'ahullah. Və həmçinin başqa bir hədisdə buyurur ki, birinci bunun mənasını deyək, kim Allah üçün
təvazükar olarsa, Allah onu ucaldar. İkinci bir hədisdə Allah Resulü buyurur ki, "Mən tərəkə şey'ən lillahi avvazahullahu xeyran minha." Kim Allah üçün bir şeyi tərk edərsə, Allah Subhanahu wa Taala ondan daha xeyirlisini ona nəsib edər. Yəni insan Allaha xoş gəlməyən, möminə yaraşmayan əməlləri tərk etməlidir. Yoxsa onun ibadətindən, onun orucundan, onun əməllərindən ona savab qalmaz, məhrum olar. Və şeytanın istədiyi də budur, möhtərəm qardaşlar. İstəyir ki, bizləri məhrum etsin. Bizləri bütün xeyir əməllərdən məhrum etsin. Bizim heç bir əməlimizin savabını Allaha çatmasını istəmir. Allah üçün olmasını istəmir. İstəyir hər zaman məhrum etsin. Və insanlarla qiyamətə qədər uğraşır. Və qiyamət günü də çıxıb xutbə verəcək. Deyəcək ki, وَقَالَ الشَّيْطَانُ لَمَّا قُضِيَ الْأَمْرُ Və deyir, hansı ki o gün deyəcək ki, İnna Allah va'adakum va'dal haqqi və va'adtukum fa akhlaftukum. Allah sizə vəd verdi və vədini də yerinə gətirdi. Mən isə sizə vəd verdim və bugün o vədimə xilaf çıxıram. Fələ təlumuni və lumu anfusakum. Deyir, məni qınamayın, özünüzü qınayın. Çünki bu dünyada insanı azdırır. Ancaq o dünyada isə insandan imtina eləyəcək. Ona görə insan hər zaman bunu düşünməlidir ki, şeytana uymasın. Səbir etsin. Bugünkü mövzumuz da səbirdir. Hansı ki, Ramazan ayı bizlərə səbri öyrədir. Və həmçinin Allah Rəsulundan da gəlib ki, Ramazan ayının bir növ səbir ayı adlandırılır. Çünki Ramazan ayında yeməyə, içməyə səbir edirik. Şəhvəti arzulara səbir edirik. Günahlara səbir etməyə çalışırıq. Və artıq səbri, bu ay səbri bizlərə müəyyən dərəcədə öyrədir. Və bu ayda öyrənməyən insan heç zaman öyrənməz. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm Cəbrailin ona gəlib dediyi vaxtı ki, ey Muhammed, Ramazanı əldə edib, Ramazana çatıb və o aydan bağışlanmadan çıxan insan üzü üstə sürünsün. De amin, dedim amin. Çünki bu ay insana əgər bağışlanmağı öyrətmədisə, səbri öyrətmədisə, xeyir əməlləri öyrətmədisə, heç zaman o insan heç bir aydan fayda götürə bilməz. Ona görə bu aydan bağışlanıb çıxmayan insanın vay halına Allah qorusun. Onun üçün bu ay bizlərə çox şeylər öyrədir, möhtərəm qardaşlar. Xüsusən səbri öyrədir. Səbir dinimizdə əsas məsələlərdən, əməllərdən, xeyir əməllərdən birisidir. İnsan onu əlində saxlayarsa, həyatda gözəl yaşayar. Mömin kimi yaşayar, izzətli yaşayar. Allahın əmirlərini layiqincə yerinə gətirər. Əks halda şeytana yoldaş olar, dost olar. Və səbrin çox böyük səmərələri, faydaları var. İlk öncə Allah Subhanahu wa Taala səbr edənləri sevir. Necə ki, ayət kərimədə Rəbbimiz buyurur ki, Vallahu yuhibbus sabirin. Allah səbr edənləri sevir. Başqa bir ayət kərimədə Rəbbimiz buyurur ki, Vasbiru, səbr edin, innallaha ma'as sabirin. Həqiqətən Allah səbr edənlərlə bərabərdir. Düşün, nə gözəl fəzilətləri var. Sonra deyir ki, səbrin səmərələrindən birisi də ləzzətül iman. İmanın ləzzətini dadar insan. Onun şirinliyini dadar insan. Çünki günahlara səbr edən insan, günahları tərk edən insan günahları nə zaman tərk edir? O günahlara səbr etdiyi zaman. Nəfsini səbrə öyrədirsən. O günahlara qarşı. Necə ki, bugün yeyib içməyə qarşı oruç tuturuqsa, nəfsimizi qoruyuruqsa,
həmçinin günahlardan da səbir var. Bütün əməllərdə də səbir var. Və insan günahlara səbir etdiyi zaman imanın ləzzətini dadar. Onun şirinliyini dadar. Sonra səmərələrindən başqa birisi də, möhtərəm qardaşlar, Allah Subhanahu və Teala səbr edənlərin mükafatını Quran-ı Kərimdə buyurur ki, İnnəmə yuvaffas sabirunə əcrahum bi qeyri hisab. Həqiqətən səbr edənlərin əcri hesabsızdır, çoxdur. Və Sufyan Əth-Thawri rahimehullah deyir ki, İnnəməl əcru alə qadris sabr. Deyir, əcr səbrin miqdarına görədir. Səbrin nə qədər çox olarsa, o qədər də əcrin çox olar. Allah Subhanahu və Teala hər birimizə bu gözəl sifəti nəsib etsin. Allah Subhanahu və Teala bu gözəl sifəti bu Ramazan ayında öyrənməyə bizləri müvəffəq etsin. Allah hər birimizə işli faydalanlarını etsin. Sallallahu aleyhi və səlləm alə nəbiyyina və habibina Muhammed.